Vaxtınız xeyir olsun, əziz 5-ci sinif şagirdləri. Bu günləri sizinlə dərsliyimizdən səhifə 108 və 109-da olan tapşırıqların birlikdə izahına baxıb bununla da dərsliyi yekunlaşdıracağıq. Əvvəlcə sizdən istəyirəm ki, kanalıma abunə olasınız, rəylərinizi yazasınız və dəstək olasınız. İndi isə gəlin keçək suallarımıza. Birinci olaraq siz mətni oxuyun. Artıq mətni ümid edirəm ki, oxumusunuz. Ona görə də birbaşa mən cavablara keçid etmək istəyirəm. Birinci tapşırıqda bizdən istəyir ki, Həmidə xanımla hansı fikir yanlışdır? Baxın, Kəhrizli kəndində doğulub, bəli. Baxın, burada Kəhrizlinin adını çəkilir və o həqiqətən də orada doğulduğu düzgündür. Xan nəslindən idi, düzdür. Rus dilini atasından öyrənmişdi, bəli. Burada da deyir ki, Rus dilini tədris edirdi, düzdür. Ancaq yuxarıdakı deyib ki, qardaşımı deyir Tiflisdə gimnaziyaya qoymuşdu. Və buna əsasən deyə bilərik ki, Həmidə xanımın qardaşı var idi və o ailənin tək övladı deyildi. Ona görə düzgün cavabımız 4 variantı olacaq. Həmidə xanım təlim tərbiyəsi ilə atası evdə məşğul olurdu. Çünki o dövrdə qızların məktəbdə təhsil almasına imkan yox idi, şərait yaradılmırdı, imkan verilmirdi. Yəni, bunları yaza bilərsiniz. Kəndlər Həmidə xanımın açdığı məktəbə qızlarını göndərirdilər. Çünki Həmidə xanım, bax orada da deyir ki, mənə böyük etimad var idi. Yəni, yaza bilərik ki, çünki Həmidə xanım kənd cəmaatı tərəfindən böyük etibar, inam qazanmışdı. Həmidə xanım peyvənd etməyi başqalarına da öyrədirdi. Çünki mətndə də yazıldığı kimi, çünki kənddə başqa həkim yox idi, istəyirdi ki, bir gün o olmasa insanlar peşman geri qayıtmasın. Mətndən arqumentlər gətirməklə verilmiş fikirləri əsaslandırın. Qadınları işlə təmin etmişdi. Bəli, mətndə də göstərilir ki, Həmidə xanım Şuşada toxuculuq emalatxanası açmışdı və bu Azərbaycanda qadınların çalışdığı ilk sənaye müəssisəsi idi. Mən daha bunları uşaqlar yazıyla yazmıram, çünki çox vaxt gedəcək. Siz videonu saxlayıb, mən dedikcə yaza bilərsiniz. Sonra, öz vəsaiti hesabına kənd uşaqlarına təhsil vermişdi. Bəli, orada da göstərilir ki, Kəhrizlidə öz kəndimizdə qızlarla oğlanların bir yerdə oxuduğu məktəb açmaq istəyirdi, bu atasının vəsiyyəti idi. Kənd əhalisinin sağlamlığı üçün çalışırdı. Bəli, xeyli miqdarda peyvənd alıb kəndə qayıdır və öz yaxınlarına da peyvənd etməyi öyrəndirdi. Həmidə xanımın Qarabağda böyük nüfuzu olmuşdu. Bəli, orada da deyir ki, kənd cəmaatı, hətta son abzaslarda doğrusu deyilir ki, kənd cəmaatının mənə böyük etibarı var idi. Ona görə də qızların məktəbə gəlməsinə icazə verirdilər. Bunu yaza bilərik. İndi keçirik növbəti çalışmamıza. Növbəti çalışmamızda bizdən istəyir ki, hansı cümlələrdə söz birləşməsi işlənmişdir. Gəlin baxaq. Birinci cümləmizdə həkim Gəncədə yaşayır. Burada söz birləşməsi yoxdur. Uşaqlar hovuzda çimir. Uşaqlar ayrı, hovuz ayrı, çimir ayrı. Ayxan ayrı, kitab ayrı, oxuyur ayrı. Amma mağazanın vitrini çox cəlbedici idi. Bax, burada C-ni götürə bilərik. Çünki cəlbedici idi. Nə? Mağazanın vitrini. Ona görə düzgün cavabımız C variantı olacaq. Hansında mübtəda söz birləşməsindən ifadə olunur? Mübtəda sualları kim, nə, hara. Ümumiyyətcə cümlə üzvlərini tapmaq istəyən zaman uşaqlar birinci başlayırsınız, xəbəri tapırsınız və ikinci mübtədanı tapırsınız. Həkimdir, xəbər. Kim həkimdir? Nailənin atası. Bax, elə həqiqətən də A variantında mübtəda söz birləşməsindən ifadə olunur. Toplaşdı xəbər, kim toplaşdı? Hamı. Çoxdur xəbər, nə çoxdur? Bulaqlar. Uçurdu xəbər, nə uçurdu? Qaranquşlar. Bax, görürsünüz, bunlar olmayacaq. Ona görə düzgün cavabımız A variantı olacaq. Hansı cümlənin xəbəri frazoloji birləşmədir? Dayanmışdı xəbər, nə? Avtobuslar. Burada frazoloji birləşmə deyil. Mənim bacımındır, nə? Kitablar. Frazoloji birləşmə deyil. Hazırlaşırdı xəbər, kim hazırlaşırdı? Tərlan. Söz birləşməsi deyil. Frazoloji birləşmə deyil. Göz oxşuyurdu, bax. Göz oxşamaq frazoloji birləşmədir. Ona görə düzgün cavabımız D variantı olacaq. Yadınıza saxlayın ki, xəbər baş üzvümüzdür. 7-ci tapşırıqda hansı cümlədə yalnız baş üzvlər iştirak edir? Dənizin havası xəstənin əhvalını yaxşılaşdırırdı. Yaxşılaşdırırdı xəbər, nə? Dənizin əhvalı. Dənizin havası. Nəyi? Xəstənin əhvalını. Burada ikinci dərəcəli üzv var.
Yaradılmalıdır. Nə? Səliqə, səhman, harda, evdə, buradadır. Olmadı, getdi. Toplaşdılar xəbər, kim toplaşdı? Tələbələr, hara? Azadlıq meydanına, burada olmaz, burada getdi. Məktəb direktorudur xəbər, kim? Rənanın anası. Bax, burada həqiqətən də yalnız mübtəda və yalnız xəbər görülür. Başqa heç nə görülür. Ona görə düzgün cavabımız olacaq, deməli, D variantı. Növbəti tapşırığımıza baxırıq. İkinci dərəcəli üzvləri ixtisar etməklə cümlələri köçürün. Mən ixtisar edəcəm, daha doğrusu birinci cümləni təhlil edəcəm. Sevindirdi xəbər, nə sevindirdi? Hadisə, hansı hadisə? Qəribə, hansı qəribə hadisə? Bu qəribə hadisə. Aha, nə qədər sevindirdi? Çox, kimi? Bizi. Aha, siz burada siləcəksiniz və ancaq qalacaq. Hadisə sevindirdi. Bunu yazacaqsınız. Eşidilirdi xəbər, nə eşidilirdi? Musiqi, necə musiqi? Həzin, hardan? Qonşunun həyətindən. Burada görürsünüz zərflik oldu. Ona görə bu getdi, ancaq qalacaq bunlar. İzləyirdilər xəbər, kim izləyirdi? Onlar. Nə izləyirdilər? Tamaşanı, necə izləyirdilər? Maraqlı. Burada da bunlar getdi, ancaq qalacaq bunlar. Götürdü xəbər, kim götürdü? Gülnar. Nəyə götürdü? Almanı, tamamlıq. Neçə almanı? 2, haradan? Nədən? Daha doğrusu tamamlıq. Olacaq, bu da getdi, qaldı nə? Gülnar götürdü. Keçirik növbəti çalışmamıza. 9-cu çalışma. 9-cu çalışmada bizdən mürəkkəb cümlələr istəyir. Biz bilirik ki, mürəkkəb cümlə olması üçün hər cümlənin öz mübtədası xəbəri, öz mübtədası xəbəri olmalıdır. Çıxan nədir? Gün. Soyuq olan nədir? Hava. Aha, bu mürəkkəb cümlədir. Ona görə biri götürərik. Qarışqalar daşıyırdılar. Kim daşıyırdı? Qarışqa. Başqa mübtəda xəbər yoxdur. Ona görə bu cümləmiz sadə cümlə olacaq. Çıxış etmədi kim? Mən. Getmədi kim? Mən. Hərəkətin hər ikisi mənə aiddir. Və bu cümlələrimiz olur sadə. Qayıtdı xəbər, kim? Biz. Söndü nə? İşıqlar. Sönən işıqdır. Qayıdan bizik. Hər cümlənin öz mübtədası xəbəri oldu. Ona görə olacaq mürəkkəb cümlə. Sonra, müəllim şagirdlər yazıçını sevincə qarşıladı. Qarşıladılar xəbər, kim müəllim, kim şagirdlər. Baxın, bu sadə cümlədir. Çünki qarşılayan da müəllimdir. Yəni, müəllimlər də, şagirdlər də eyni işi görürlər. Hər ikisini də qarşılayırlar. Ona görə düzgün cavabımız 1 və 4 olacaq. İndi biz elə cümlələr bura əlavə etməliyik ki, mürəkkəb olsun. Qalın geyinirəm, ona görə ki, hava soyuqdur. Ona görə ki, mən xəstələnmişəm. Məsələn, nöqtə-nöqtə ona görə də anasının köməyi. Məsələn, deyirəm ki, qapını aça bilmədim. Ona görə də anasının köməyi çağırdı. Əvvəl dərsə gecikdi. Çünki gecə yaxşı yata bilməmişdi. Nöqtə-nöqtə mən cavab verə bilmədim. Məsələn, deyirəm ki, müəllim məndən sual verdi, lakin mən cavab vermədim. Və ya da ki, belə, bu şəkildə yazmaq olar. Belə, əziz abituriyentlər, əziz şagirdlər, ümid edirəm ki, izah aydın oldu. Bunu iş dəftərində yerləşdirəcəm. Beləcə də 5-ci sinif testinizdən son bölmələrin izahını da yerləşdirmişəm. Onları da izləyə bilərsiniz. Kanalıma abunə olmağı və yazmağı unutmayın. Növbəti videolarda görüşmək ümidi ilə hələlik.